Şagirdlər məndən tez-tez soruşurlar ki, biz riyaziyyat dərəcəsi ilə nə edə bilərik? Yəni bu suala cavab vermək üçün riyaziyyat dərəcəsində ehtiyac duyulan bəzi tendensiyalara və texnologiyalara nəzər salaq. Biz bugün hazırda 4-cü sənaye inqilabına qədəm qoymuşuq. Birinci sənaye inqilabı xatırladıram sizə, o bu buxar maşının kəşfi ilə başladı və istehsal mexanikləşdirildi əslində. İkinci sənaye inqilabı elektrik enerjisinin kəşfinə, kütləvi istehsalına başlandı. Üçüncü sənaye inqilabında, bunları siz bilirsiniz yəqin ki, elektronika, kompüterləşmə və informasiya texnologiyalarından istifadə nəzərdə tutuldu və bu həyata keçdi. Amma indi 4-cü sənaye inqilabında artıq rəqəmsallaşma, yəni texnologiyanın birləşməsi olacaq. Və bu vaxt riyazi bacarıqlar daha önə çıxacaq və bu riyazi bacarıqlar əslində bu 4-cü inqilabın əsasını təşkil edəcək. Burada mütəxəssislər vektorlardan, matrislərdən, optimallaşdırma üsullarından istifadə edirlər. Məsələn, Google xəritələrini götürün. Bunlar şəhərlər arasında yolları, ən optimal yolu necə tapırlar? Bunlar optimallaşdırma yolları ilə tapırlar. Optimallaşdırma, bu da bir riyaziyyatın bir sahəsidir əslində qalsa. Önümüzdəki 25 il ərzində inanın ki, işlər əvvəlkindən daha sürətlə dəyişəcək. Riyaziyyat, kompüter elmi və statistika da bu da bir riyaziyyatın bir sahəsidir. Bu ixtisaslara yiyələnmək bütün inkişaf etməkdə olan sənayelərə və texnologiyalara təsir göstərməyə kömək edəcək. Bəli, biz əvvəllər deyirdik ki, riyaziyyat elmlərin şahıdır. Amma indi biz görürük ki, riyaziyyat düşünə biləcəyiniz hər bir karyeraya aparan yoldur, açardır. Çünki riyaziyyat sizə karyera sahələrində rəqabət üstünlüyü verir. Sizin o riyazi bacarıqlarınız hər zaman sizin rezümələrinizdə görünür, CV-lərinizdə görünür və bu hər zaman qiymətləndirilir və hər zaman böyük bir üstünlük dəstəsinə qalsa. Baxın, bugün tibb səhiyyə sahəsinə xidmət etmək üçün siz heç də həkim olmaq məcburiyyətində deyilsiniz. Əslində, texnologiya inkişaf etdikcə, tibb sahəsi yeni alətlər və sistemlər təqdim etmək üçün getdikcə riyaziyyat, hesablama və statistikaya əsaslanır. İndi, məsələn, riyaziyyatçılar autizm diaqnozundan tutmuş, xəstəliyin yayılmasının qarşısını almaq, körpələrdə əməliyyat üçün daha təhlükəsiz planlar hazırlamaq üçün riyazi modellər, optimallaşdırma üsulları və testlər hazırlamışdılar. Bugün, baxın, COVID ilə bağlı 90 mindən çox, 100 minə yaxın elmi məqalə yazılmışdır. Bunların çox böyük əksəriyyəti riyaziyyatçılar, statistiklər tərəfindən yazılmışdır. Və bu məqalələr məhz həkimlər üçün yazılmışdır. Və onlar da bundan çox böyük məharətlə istifadə edirlər. Və ya götürün bank sistemini. Hər bir bankda, hər bir maliyyə institutunda bir şöbə var. O şöbəyə deyirlər risklərin idarə olunması şöbəsi. Risklərin idarə olunması bu tamamilə riyaziyyatın üzərində qurulmuş bir prosesdir. Bu tamamilə riyaziyyat deməkdir. Maliyyə karyeraları üçün üzr istəyirəm, çox riyazi bacarıqların intensiv istifadəsi tələb olunur bu günləri. Və yaxud baxın, kriptovalyutalara baxaq. Onların böyük dəyəri var, bilirik, ticarətdə istifadə olunur və böyük təsir göstərmələri proqnozlaşdırılır. Bitcoin eşitmişsiniz yəqin ki. Bitcoin kimi kriptovalyutaların böyük ticarət blok zəncirlərində qeyd olunur. Bu blok zənciri yəqin eşitmişsiniz. Blockchain deyirlər ona. Bu nə deməkdir? Əsasən bu bir kiber təhlükəsizlik mühasibət dəftəridir əslində qalsa. Və bu riyaziyyat ilə kompüterlərin kəsişməsidir. Kriptovalyutalar, blok zəncirləri, bunlar yeni sahələrdir. Buna görə şirkətlər, hətta banklar belə bununla nə edəcəyini bugün bilmirlər. Və siz bu yeni sahəyə daxil ola bilərsiniz. Yaddan çıxartmayın ki, dünyanın bütün riyaziyyatçıları eyni dildə danışır. Bu isə o deməkdir ki, əgər siz riyazi araşdırmalarla məşğul olmaq istəsəniz, ki, siz master və ya PhD dərəcələrini almalısınız onun üçün və bu dərəcələri aldıqdan sonra dünyanın bütün universitetləri sizin üçün müəyyən turlara, konferanslara, hətta işləməyə belə oraya getməyə açıq olacaq. Çünki
riyaziyyatçılar bir-birini daha tez başa düşürlər. Bu, başqa sahələrdə belə deyil. Çünki hər ölkənin öz hüquq qanunları var, tibbi praktikalar müxtəlif ölkələrdə müxtəlifdir, amma riyaziyyat hər yerdə, Avropada, Amerikada, Afrikada eynidir. Bugün riyaziyyat ixtisası dünya statistikasında iş yerlərinin tapılması cədvəlində öndə gedən bir sahədir. Və yenə də deyirəm, burada məndən soruşurlar ki, bir riyaziyyat diplomunu əldə etdikdən sonra hər hansı bir məzun üçün gələcək bir həyat varmı? Bu suala cavab vermək üçün mən Wall Street jurnala müraciət edirəm və bu jurnal deyir ki, bəli, var. Yəni, riyaziyyat bakalavr dərəcəsinin üstünlükləri nədir? Gəlin baxaq. Wall Street jurnal bu hər il 200 iş, ən yaxşı iş, bütün mövcud olan işlər arasında 200 ən yaxşı işin siyasını hər il o çap edir, nəşr edir. Gəlin baxaq, 2017-ci ildə riyaziyyatçılar 7-ci yerdə oldular. Təkrar edirəm, bu 200 mümkün olan işin içindən seçilən bir siyahıdır. 2018-ci ildə riyaziyyatçılar 1-ci yerə çıxdılar. Baxın, ondan sonra gələn actuarial, statistik, bunlar da riyaziyyatın sahələrindəsinə qalsın. Statistik riyaziyyatın böyük bir sahəsini, onun barəsində mən bir qədər sonra daha geniş danışaram. 2019-cu ildə, baxın, 1-ci yerdə data science. Bu da riyaziyyatla kompüter elmlərinin birləşməsidir. Bu da statistika ilə kompüter sahəsinin birləşməsidir. Onun da barəsində mən bir qədər sonra danışaram sizə. Riyaziyyat yenə 8-ci yerdə oldu. Yəni, bütün bunlar göstərir ki, riyaziyyat ixtisasının bütün parametrlər boyunca, yəni bu ranking, burada aparılan bu siyahı, iş mühiti, maaş, tələbat, stres, çünki bunların hamısı iş yerlərində çox vacib parametrlərdir. Bütün bunlar nəzərə alaraq bu siyahılar qurulur və bugün görürsünüz ki, riyaziyyat birinci onluğa düşüb son illərdə və bu inanıram ki, 2020-ci ildə də bu belədir, amma bu nəticələr hələ bəlli deyil. Əziz şagirdlər, bugün dünyanın ən qiymətli məhsulu artıq neft deyil. Bu artıq məlumatdır. Bugün gündəlik bizim üzləşdiyimiz bir çox proseslərin mərkəzində kompüter elmləri dayanır. Biz bunu qeyd eləməliyik. Amma kompüter elmləri də riyaziyyata əsaslanır. Alqoritm qurulduqdan sonra kodlaşdırma çətin bir proses görünmür. Burada riyaziyyat pərdə arxasında işləyir. Mən bu yaxınlarda Google şirkətinin işə qəbul etdikdə soruşduğu intervyu suallarına baxmışam. Hamısı bütövlükdə riyazi məntiqi suallardır. Mobil şirkətlərin işini təmin edən, maliyyə sistemlərini, əməliyyatlarını təmin edən, proqram dilləri üçün zəmin yaradan da məhz riyaziyyatdır. Çünki bugün ətrafımızda baş verən fəaliyyətlər nəticəsində çoxlu miqdarda məlumat yaranır. Big data, böyük verilənlər adlanan bir big data yaranır. Bu sensorlardan, rəqəmsal şəkillərdən, videolardan, peyklərdən, tibbi görüntülərdən gələn məlumatlarla artıq ticarətdə, reklamda və əyləncədə və bu kimi başqa sahələrdə qərarlar qəbul edilir. Bu bacarıqlara o qədər böyük tələbat var ki, Harvard Business Review mərkəzi onlar deməli 21-ci əsrin ən yaxşı işini data science adlandırdılar. Data science bu verilənləri emal etmək, onların vasitəsilə məlumatlar əldə etmək, bu məlumatların köməyi ilə sənayedə, ticarətdə, başqa sahələrdə inkişafı davam elətdirmək. Bu çox böyük bir sahədir və bu da yenə dediyim kimi bunun da əsasında riyaziyyat durur, riyazi bacarıqlar durur. O bayaq dediyim o statistika, riyaziyyatın statistika hissəsi məhz burada bilavasitə tətbiq olunur. Bir tərəfdən statistika, bir tərəfdən kompüter elmləri və nəticədə data science deyilən yeni bir sahə yaranmışdır. Və bu sahə bu günləri 21-ci əsrin ən yaxşı işi adlandırılır.
Bütün bunlar o deməkdir ki, əziz şagirdlər, riyaziyyat ixtisası sizə bir çox seçim verəcək. Tək bir yox, bir neçə seçim əldə edə biləcəksiniz gələcəkdə. İndi bayanları sual oldu, niyə riyaziyyat? Bunun üzərində biraz biz dayandıq. İndi mən söyləmək istəyirəm ki, niyə ADA? Yəni, niyə siz məhz riyaziyyatı ADA-da öyrənməlisiniz? Siz ADA Universitetində təkcə dərslər götürüb imtahan vermirsiniz, əziz şagirdlər. ADA bütövlükdə sizin üçün böyük bir təcrübədir, bir həyat təcrübəsidir. Mən orada son bir ildə olduğum üçün bunu mən sizə deyirəm. Bəlkə də regionun yeganə universitetidir ki, tələbələr bu universiteti yalnız öz bilikləri, başqasının yox, hesabına bitirirlər. Bir universitet məzunu üçün bundan böyük şərəf ola bilərmi? Və eyni zamanda valideynlər üçün bundan böyük şərəf ola bilərmi? Seçimlərinizi müqayisə edərkən universitetin nüfuzu, reputasiyasını nəzərə almaq çox vacibdir. ADA Universitetinin adının sizin diplomlarda olması istər ölkə daxilində və istərsə də xaricdə böyük ağırlıq daşıyacaq. ADA Universiteti artıq 15 ildir ki, regionun ən yenilikçi, innovasiyalı universiteti kimi tanınır. Yəni, bu amillər haqqında düşünməyə biraz vaxt ayırın, əziz şagirdlər, və seçimlərinizin necə müqayisə olunduğuna təkrar bir də baxın. Günün sonunda qərar sizindir. Sizin üçün ən uyğun olanı siz seçəcəksiniz. Amma bugün bizim sizə verdiyimiz bu tövsiyələrə biraz diqqət yetirin və onların üzərində biraz düşünün. Mən bütün bu işlərdə sizə böyük uğurlar arzulayıram və ümid edirəm ki, sentyabr ayında və yaxud başqa bir vaxtda biz sizinlə ADA-da görüşəcəyik. Təşəkkür edirəm.